Şəhərlər böyüyür, küçələr genişlənir, binalar yüksəlir, həyat sürətlənir. Amma bu inkişafın görünməyən tərəfi də var. Hər gün artan tullantılar. Bu gün dünya sürətlə şəhərsalma fəaliyyəti və artan istehlakın yaratdığı ciddi ekoloji çağırışlarla üz-üzədir. Məsələn, Dehlidə böyük tullantı dağları, zibil poligonları əmələ gəlib. Manilada isə çaylar tullantılarla çirkləndirilir. Bəs bu cür hallarla necə mübarizə aparılmalıdır? Bu suala cavab tapmaq üçün mütəxəssislər Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında bir araya gələcəklər. May ayında ölkəmizdə keçiriləcək tədbirdə şəhərsalma zamanı tullantıların idarə olunması məsələsi də WUF kontekstində əsas müzakirə mövzularından biridir. Məişət tullantılarının idarə olunması son belə də 25 ildə çox vacib məsələ kimi gündəmdədir. WUF-da daha çox əməkdaşlıq fürsətləri yaradır. Yəni ora gələn beynəlxalq təşkilatlar WUF 5 gün ərzində keçirilirsə, ondan sonra dayanıqlı layihələr icrasını planlaşdırırlar. Məsələn, o Hindistan və yaxud da digər inkişaf etməkdə olan ölkələr olsun. Onlar o yaxşı təcrübəni tətbiq etmək üçün WUF-da yaratdığı əlaqələri dəvət edirlər öz ölkələrinə, o mütəxəssislər, o şirkətlər WUF-dan sonra da həmin ölkədə keçirilən layihəyə öz təcrübələrini paylaşsınlar. WUF 13 zamanı müxtəlif ölkələrdən olan nümayəndələr Waste Wise Cities, African Clean Cities platform və qlobal dövrü iqtisadiyyat tərəfdaşları vasitəsilə yeni əməkdaşlıq imkanları kəşf edə biləcəklər. Bu yanaşmalar şəhərlərdə tullantı idarə etməsini yaxşılaşdırmaq üçün yaradılmış qlobal təşəbbüslərdir. Ümumilikdə isə tullantıların idarə olunması sayəsində ölkələr müxtəlif proqramlar icra edirlər. Məsələn, Almaniyada tullantıların idarə olunması sistemi dünyanın ən qabaqcıl modellərindən biri hesab olunur. Bu sistemin əsas elementlərindən biri isə The Green Punkt yaşıl nöqtə proqramıdır. Bu nişan məhsulun qablaşdırmasının istehsalçı tərəfindən təkrar emal sisteminə daxil edildiyini göstərir. 1990-cı illərdə tətbiqinə başlanılan bu model istehsalçıların tullantıların idarə olunmasında maliyyə məsuliyyəti daşımasını təmin edir. Nəticədə qablaşdırma tullantıları ayrıca toplanır və xüsusi emal zəncirinə yönləndirilir. Bu yanaşma həm tullantıların azaldılmasına, həm də təkrar emal səviyyəsinin artırılmasına mühüm töhfə verir. Azərbaycanda tullantıların idarə olunması sayəsində son illər mühüm irəliləyişlər əldə olunub. Müasir yanaşmaların tətbiqi, təkrar emal və ekoloji həllərin genişləndirilməsi ölkənin dayanıqlı inkişaf istiqamətində ciddi addımlar atdığını göstərir. Azərbaycanın WUF kimi beynəlxalq platformalarda fəal iştirakı isə bu təcrübənin qlobal səviyyədə paylaşılmasına imkan yaradır. Qeyd edək ki, ölkəmizdə Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyəti tərəfindən tullantıların çeşidlənməsi və təkrar emalı həyata keçirilir. Ötən müddət ərzində 57 milyon manat investisiya qoyularaq qarşılığında 400 milyon manatdan artıq dəyərdə məhsul istehsal olundu və bunun da təxminən 32 milyon manat dəyərində olan hissəsi xarici ölkələrə ixrac edildi. Digər tullantıların zərərsizləşdirmə üsulu olan termik üsulla zərərsizləşdirmə Bakı Bərk Məişət tullantılarının yandırılması zavodunda həyata keçirilir. Buradan da demək olar ki, müsbət istiqamətə istifadə olunur. Çünki tullantıların yanması hesabına elektrik enerjisi əldə olunur və təsəvvür eləyin 500 min ton tullantı yandırılaraq 200 milyon kilovat saatdan çox elektrik enerjisi əldə olunur ki, bu da təxminən Gəncəboyda şəhərinin enerjindən tələbatını ödəyən həcmdə enerji deməkdir. Bütün bunlar onu göstərir ki, tullantıların düzgün idarə olunması artıq təkcə ekoloji məsələ deyil, həm də iqtisadi və sosial inkişafın ayrılmaz hissəsidir. Məhz bu baxımdan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının ölkəmizdə keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu platforma Azərbaycanın həm öz təcrübəsini bölüşməsi, həm də qabaqcıl beynəlxalq təcrübələri öyrənərək tətbiq etməsi üçün mühüm imkan yaradır. Nəticə etibarilə bu cür qlobal əməkdaşlıqlar daha təmiz, daha dayanıqlı və gələcəyə hesablanmış şəhərlərin qurulmasına xidmət edir.